Salam, hər vaxtınız xeyir olsun. Bu videoda iqlim qurşaqlarının və ya iqlim qurşaqlarının aid olduğu əraziləri, yaydığı əraziləri qeyd edəcəm. Başlayaq ekvatorial iqlim qurşağına. Ekvatorial iqlim qurşağı biz bildik ki, il boyu rütubətli və yağıntılı keçir. Yağıntılar miqdarı 2000 millimetrdən çox olur. E, Aid olduğu ərazidə isə Amazon ovalığı, Konqo çökəkliyi, Qvineya körfəzinin sahillərini götürə bilərik. Şri-Lanka adasında cənub hissəsində Şri-Lankanın cənubu, Sumatra, Kalimantan, Filippin adasının Mindanao adası, Filippinin belə deyək ki, Mindanao adası, Sulawesi, Moluq adalarında qeyd etmək olar. Yeni Qvineya adasının isə şimal hissəsində ekvatorial iqlim qurşağına rast gəlir. Malakka yarımadasının cənubunda ekvatorial iqlimə rast gəlir. Neçə materikdə rast gəlinir deyilsə, 1 Cənubi Amerika, 2 Afrika, bir də rast gəlinir Avrasiya materikində, 3 materikdə rast gəlinir. Daha sonra gələr subekvatorial iqlim. Subekvatorial iqlim keçid iqlim qurşağıdır. Yayda ekvatorial iqlimin hava kütlələrini qəbul edərək isti və rütubətli olur. Qışda isə tropik iqlimi hava kütləsini qəbul edərək isti və quraq olur. Yaydığı ərazilərə baxsaq, Cənubi Amerikada Cənub yarımkürəsində Braziliya yaylasını, Amazon çayının mənsəbi hissələrində Amazon ovalığının bir hissəsini əhatə edir. Qvineya yaylası, Orinoco ovalığı, Panama kanalı, Panama hövzəsini qeyd etmək olar. Senegal ovalığını qeyd etmək olar. Çad gölü hövzəsini qeyd etmək olar ki, Afrikada rast gəlinir. Afrikada daha sonra Efiopiya yaylasını, Şərqi Afrika yaylasını biz subekvatorial iqlimə götürərik. Daha sonra Somali yarımadasında da subekvatorial iqlimə rast gəlinir. Bir də Madagaskar adasının şimal hissəsində subekvatorial iqlimdir. Daha sonra bir də onu demək istəyirəm ki, Cənubi Amerikanın şimal ucqar nöqtəsi Afrikanın şərq və qərb ucqar nöqtələrində subekvatorial iqlim yayılıb. Daha sonra Avrasiya materikində və yaxud da Asiya qitəsində Hindqang ovalığını qeyd edə bilərik. Dekan yaylasını və yaxud Hindistan yarımadasını, Şri-Lanka adasının şimal hissəsini subekvatoriala götürərik. Hind-Çin yarımadasıdır. Malakka yarımadasının bir hissəsi, yəni şimal hissəsi, cənub hissəsi Malakkanın ekvatorial idi. Sonra kiçik zond adalarında rast gəlinir. Tayvan, Filippinin Luzon adasında qeyd edə bilərik ki, subekvatorial iqlimdə yerləşir. Yeni Qvineyanın cənub hissəsi şimali ekvatorial idi, cənubu isə yenə subekvatoriala düşür. Avstraliya materikində Arhamid yarımadası və Cape York yarımadaları qeyd etmək olar ki, subekvatorial iqlimdə yerləşir. Avstraliya materikinin şimal ucqar nöqtəsi Yorkda subekvatorial iqlimdə yerləşir. Daha sonra tropik iqlim qurşağı. Tropik iqlim qurşağı əsas iqlim qurşaqlarındandır. Belə deyək ki, yarım vilayətə bölünür. İki tipi var. Dəniz və səhra tipləri var. Belə deyək ki, dəniz tipi materiklərin şərq hissəsində isti cərəyanlar keçən hissədədir. İsti cərəyanlar keçən hissədə tropikin rütubətli tipi yayılıb. Soyuq cərəyanlar keçən hissədə isə materiklərin qərb hissəsində belə deyək ki, tropik səhra iqlimi yayılıb. Hansı ərazilərə əhatə edir? Gəlin baxaq. Ümumiyyətlə tropikdə yerləşən ərazilərə baxaq. Kaliforniya yarımadası, Meksika yaylası, Şimali Amerikada Sonor səhrası tropikin səhralarındandır. Yucatan yarımadası, Florida yarımadası, Antil adaları, Kuba, Haiti, Yamayka, Puerto Rico adaların biz tropik iqlimə götürürük. Kanar adaların Atlantik okeanında Afrika sahillərində yerləşən Kanar adaları tropikin səhra tipindədir. Həqqar yaylası, Tibesti yaylası, Ərəbistan yarımadası, buradakı səhralar böyük səhradır. Bərxali səhrası, Ərəbistan yarımadasında, Liviya səhrası, Nubiya səhrası da tropikin səhra tipində yerləşir. İran körfəzi sahilləri tamamilə tropikin səhra tipində yerləşir. Daha sonra Tar səhrasına kimi davam edir. Tar səhrasında qırılaraq belə ki, tropik
iqlim qurşağı şimal yarımkürəsində tam zolaq təşkil etmir. Səbəbi musson küləkləridir ki, musson küləkləri burada tropik iqlim qurşağının tam zolaq təşkil etməsinə imkan vermir. Daha sonra biz yenə də Sakit Okeanda tropikin görə bilərik. Havay adaları da qeyd edək ki, tropikin dəniz tipində yerləşir. Cənub yarımkürəsinə baxsaq, yenə də materikin qərbində tropikin səhra tipidir. Atakanma səhrası, Liman, Perunun paytaxtı Liman şəhəridir. Galapagos adaları da tropikin səhra tipindədir. Galapagos adalarının ekvator xətti kəsdiyinə baxmayaraq, tropikin səhra tipində yerləşir. Materikin şərqində tropik dəniz yayılıb, çünki isti Braziliya cərəyan keçir buradan. Burada Braziliyanın Resife şəhəri, Rio de Janeiro şəhərləri və yaxud da Braziliya yaylasının deyə bilərik ki, Atlantik okean sahilləri yerləşir tropikin dəniz tipində. Cənubi Amerika materikinin ucqar şərq nöqtəsi burada yerləşir tropikin dənizində. Daha sonra Afrikada yenə də soyuq Bengil cərəyanı buradan keçir və burada tropikin səhra tipini yaradır. Bu da Namibiya səhrası tropikin səhra tipində yerləşir. Belə deyək ki, okeanlardan uzaqda yerləşən Kalahari səhrası kontinentallığına görə tropikin səhra tipində yerləşir. Kongo çay mənsəbi isə buradan isti Angola cərəyanı keçir. İsti Angola cərəyanının buradan keçməsi Kongo çayının mənsəbin, belə deyək ki, tropikin dəniz tipi, rütubətli tipin yayılmasına səbəb olur. Burada isti Mozambik iynə burnu cərəyanlarının keçməsi Madagaskar adasının cənubunda Afrikanın tropik iqlim qurşağı daxilində şərq hissəsində tropikin dəniz tipinin yayılmasına səbəb olmuşdur. Avstraliya materikində də tropik iqlim belə deyək geniş ərazini əhatə edir. Materikin qərb hissəsində soyuq cərəyan keçməsi ilə əlaqədar səhra tipi, materikin şərq hissəsində isti cərəyan keçməsi ilə əlaqədar materikin şərq hissəsində rütubətli tipi yayılıb. Qərbində Qərbi Avstraliya yaylası, Böyük Qumlu Səhra, Böyük Qumlu Səhra tropikdən şimala, tropikdən cənubda Viktoriya səhrası, daha sonra mərkəzi hissədə Hibson, Sipson səhraları burada tropikin səhra tipindədir. Dedik ki, şərqində rütubətli tipidir. Burada Böyük Suarez dağlarının Sakit Okean sahillərində tropikin belə deyək ki, rütubətli tipi yayılıb. Rütubətli tipi burada Böyük Suarez dağları burada qarşısını kəsir rütubətli hava kütləsinin və materikin daxilinə irəliləməsinə imkan vermir və yalnız Sakit Okean sahillərində yayılmışdır. Daha sonra subtropik iqlim gələr. Subtropik iqlimin 4 tipi var. 4 tipə bölünür. Keçid iqlim qurşağıdır. Yayda tropik iqlim qurşağını tropik hava kütlələrini qəbul edir. Qışda isə mülayim hava kütləsini qəbul edir. Şimali Amerikadan baxsaq, Şimali Amerikada biz Mojave səhrasını subtropikdə qeyd edərik. ABŞ-ın Kaliforniya ştatı subtropikin Aralıq dənizində yerləşir. Mojave səhrası subtropikin Aralıq dənizində yerləşir. Daha sonra Colorado yaylasını, Mississippi ovalığını biz subtropikə götürərik. Yenə də burada Afrikanın şimal hissələri və Avropanın Aralıq dəniz sahillərində subtropikin Aralıq dəniz tipini görərik. Hansı ərazilərdə? Pireneya yarımadasında yerləşən Meseta yaylasıdır, Apennin yarımadasıdır, Karst yaylasıdır və yaxud da Balkan yarımadası deyə bilərik. Anadolu yaylası və yaxud da Kiçik Asiya yarımadası da deyə bilərik ki, burada subtropik iqlim qurşağının Aralıq dənizindən yerləşir. İsraildə yerləşən Arava səhrası da subtropikin Aralıq dənizinə düşür. Turan ovalığında yerləşən Qızılqum, Qaraqum səhralarından Qaraqum subtropikin kontinental tipində yerləşir. Subtropikin kontinentində Tibet yaylası yerləşir. Daha sonra musson tipi var subtropikində. Musson tipində böyük Çin düzənliyi, Koreya yarımadasının cənub hissəsi, Yaponiyanın belə deyək ki, Kyushu, Shikoku, Honshu adasının isə cənub hissələrində subtropik musson tipi yayılıb. Daha sonra cənub yarımkürəsində biz
subtropikin Aralıq dənizi Çili ölkəsinin mərkəzi hissələrində, Sakit Okean sahillərində subtropikin Aralıq dənizi, biz Cənubi Amerikanın subtropik iqlim qurşağı daxilində mərkəzi hissəsində Patagoniya yaylasında subtropikin kontinental tipin, Laplato balığında isə subtropikin bərabər rütubətlisini qeyd edə bilərik. Subtropikin bərabər rütubətlisində Uruqvayın paytaxtı Montevideo, Argentinanın paytaxtı Buenos Aires şəhərləri subtropikin bərabər rütubətlisində yerləşir. Afrika materikində subtropikin iki tipi var. Aralıq dənizi və Aralıq dənizi və bərabər rütubətli tipləri var. Aralıq dənizi və bərabər rütubətli tiplər var. Kap Əjdaha dağları da burada yerləşir. Subtropikin Aralıq dənizi Çar ölkəsinin, Cənubi Afrika Respublikasının cənub hissələri subtropik iqlim qurşağındadır. Fikir versək, Afrika materikinin şimal ucqar nöqtəsi və cənubi ucqar nöqtələri subtropikin Aralıq dənizlərində yerləşir. Bir sözlə subtropik iqlimdə yerləşir. Afrikanın şərq-qərb ucqar nöqtələri subekvatorial, Afrikanın şimal və cənub ucqar nöqtələri subtropik. Hər 4 ucqar nöqtəsi keçid iqlim qurşağında yerləşir. Avstraliyanın cənub-şərqi, cənub-qərbi Perth şəhəri burada subtropikin Aralıq dənizində, subtropikin kontinentalında nollar bor düzənliyi, subtropikin bərabər rütubətlisi Avstraliyanın cənub-şərq hissəsi burada yerləşir. Tasmaniya adasının şimal hissəsi, Yeni Zelandiyanın şimal adası subtropikin bərabər rütubətlisində yerləşir. Daha sonra mülayim iqlim qurşağı gəlir. Mülayim iqlim qurşağı da əsas iqlim qurşağıdır. Subtropik iqlim ki, bunun 4 tipi var. 4 tip var. Dəniz, mülayim kontinental və musson tipləri nə bölünür? Hansı əraziləri əhatə edər? Gəlin onlara baxaq. Mülayim iqlim qurşağı Aleut adaları, Alyaska yarımadası, Alyaska körfəzi sahilləri, Çirikov, Vancouver adaları, Sakit Okean sahillərində mülayim dəniz iqlim qurşağında yerləşir. Kanadanın mərkəzi hissələri, böyük düzənliklər, böyük göllər ətrafı mülayim iqlim qurşağında yerləşir. Labrador yarımadası, Newfoundland adası mülayim iqlim qurşağına götürərik. Burada Labrador yarımadasında, Newfoundland adasında mülayimin dəniz tipləri yerləşir. Daha sonra Qrenlandiya adasında da mülayim iqlim qurşağına rast gəlinir. Daha sonra İrlandiya, Böyük Britaniya kimi adaları, Almaniya Polşa ovalığının, Atlantik Okean sahilləri, Skandinaviya yarımadasında, Kola yarımadasında. Gəlin, bu hissələrdə bax, Atlantik Okean sahillərində biz nələ qeyd edə bilərik ki, mülayim dənizdir. Mülayim dəniz İrlandiya, Böyük Britaniya, Almaniya Polşa ovalığının, yəni Atlantik Okean sahillərini, Jutlandiya yarımadasının, Skandinaviya yarımadasının bir hissəsində mülayim dəniz iqlim qurşağı yayılıb. Daha sonra Ural dağlarına qədər mülayim kontinentaldır. Burada Şərqi Avropa düzənliyi, Skandinaviya yarımadasının, Kola yarımadasının bir hissəsi yerləşir. Qaradəniz sahilləri yerləşir subtropikin mülayim iqlim qurşağının mülayim kontinental tipində. Daha sonra kəskin kontinental gəlir. Kəskin kontinental iqlim tipi Qərbi Sibir, Orta Sibir düzənliklərini Turan ovalığında yerləşən Qızılqum səhrasında, bayaq qeyd etdik, Qaraqum yerləşirdi subtropikin kontinentalında. Qızılqum isə yerləşir mülayim kontinentalda. Kamçatka yarımadası mülayim dənizdir. Fikir versə, bax, bura Kamçatka yarımadası mülayim dənizdir. Yerdə qalan bu hissələr isə mülayimin musson tipindədir. Burada Kore yarımadasının bir hissəsini qeyd edə bilərik. Kuril adalarını qeyd edə bilərik. Yaponiyanın Hokkaido adası və Honshu adasının şimalı. Honshu adasının cənubu nə idi? Subtropikin mussonu. Honshu adasında iki iqlim tipi var. Subtropik və mülayimin musson tipləri yerləşir. Rusiya məxsus Saxalin adası da subtropikin musson tipindədir. Cənub yarımkürəsində subtropikin mülayimdən bəhs edirik. Yəni Saxalin adasında mülayimin musson tipindədir. Patagoniya Cənubi Amerikada mülayim iqlim qurşağının iki tipinə rast gəlinir. Materikin
qərb hissəsində dəniz tipi yayılıb, materikin iqlim qurşağı daxilində şərq hissəsində isə mülayim kontinental tipi yayılıb. Patagoniya yaylası burada soyuq tropik cəryanın təsiri ilə mülayimin kontinental tipi yayılıb. Ordu torpaq adası mülayim iqlim qurşağında yerləşir. Golf adasını gedə bilərik, Kerguelen adasını gedə bilərik, Tasmaniya adasının cənub hissəsini, Yeni Zelandiyasının cənub adasını mülayim iqlim qurşağının dəniz tiplərinə qeyd edə bilərik. Subarktik və subantarktik. Subarktik yəni şimal yarımkürəsi, subantarktik isə cənub yarımkürəsinin və yerləşən, yəni deyək ki, subarktik iqlimlərdir. Bu keçid iqlim qurşağıdır. Yayda mülayim hava kütləsini qəbul edir, qışda isə arktik iqlim qurşaqlarını qəbul edir. Yayda mülayim hava kütlələrini qəbul etdiyi üçün yağıntısılar yay fəslində düşər. Qışda daha sərt, soyuq, şaxtalı keçir. Bunun səbəbi isə qışda arktik hava kütləsinin təsir etməsidir. Hansı ərazilərə əhatə edir? Böyük çay, böyük göllərin ətrafını, sahillərini, Hudson körfəzinin sahillərində, Baffin adasının cənubunda, Qrinland adasında da rast gəlindiyini görə bilərik. Labrador yarımadasının şimalında da biz deyək ki, keçid iqlim qurşağının subarktiki görə bilərik. İsland adası tamamilə yerləşir subarktikdə. Skandinaviya Kola yarımadalarının şimalı yerləşir subarktikdə. Belə deyək ki, Skandinaviya Kola yarımadalarda iki iqlim qurşağında yerləşdi. Mülayim və subarktikdə yerləşmiş sayılırlar. Daha sonra biz burada Taymer, Qıdan, Yamal kimi yarımadaların qeyd edə bilərik ki, subarktik iqlim qurşağına rast gəlinir və Çukot yarımadasında qeyd edə bilərik ki, subarktikdir. Cənub yarımkürəsində Antarktika yarımadası subarktik iqlim qurşağında yerləşir. Burada daha sonra gəlir Arktik və Antarktika iqlimi. Arktik və Antarktika iqlimi baxaq görək. Cənub yarımkürəsində Antarktika materikini əhatə edir. Əlbəttə ki, burada Antarktika yarımadasında cənub hissələrini əhatə etmiş sayılır. Şimal yarımkürəsində Kanada deyək ki, Arktik arxipelaqında yerləşən adaları Viktoria, Banks, Devon, Ellesmere kimi adaları, Baffin torpağı və Baffin torpağı adasının şimal hissəsini, Qrinland adasının böyük bir hissəsini, Norveç ölkəsinə məxsus olan Spitsbergen adası, Rusiyanın Frans-İonis torpağı, Yeni torpağın adasının şimal hissəsi, Taymer, Qıdan, Yamal yarımadalarının şimal hissələrini əhatə edir Arktik iqlim qurşağı. İqlim qurşağı bu qədər. Ümid edirəm ki, qısa və dəqiq bildəki bölgəlici məlumat oldu. Diqqətiniz üçün təşəkkürlər.